Salam, adım Ramildir. Artıq bir ildir ki Şkoda Superb istifadəçisiyəm. 2024-cü ilin yay aylarından artıq Şkoda ilə əməkdaşlıq edirəm. Bu ikinci maşınımdır artıq oradan götürdüyümüz. Birinci model SUV modeli idi, komik modeli idi. Bir müddət sonra artıq daha geniş model mənə təklif olundu. Şkoda servis tərəfindən ki, var böyle bir maşın. Getdik, baxdıq, bəyəndik. Çox gözəl performans göstərdi əslində. 2 turbo motorla və genişliklə həm şəhərdə, həm uzaq yollara sürməyə lazımlı bir maşın tapdıq əslində. Bu yaxınlarda uzaq səfərə çıxmışdım, yəni Respublika ərazisində 1000-1200 kilometr belə dəf etdik. Heç bir yorğunluq, heç bir problem yaşamadıq maşınla. Mən ikinci əl götürmüşdüm, ikinci sahibiyəm bu maşının. Yəni 141 minə yaxın artıq yürüyüşü var. Maşında heç bir problem yoxdur. Götürdüyüm müddətdən də ancaq profilaktik təmirlər eləmişik. Yəni heç bir problem yaşatmayıb. Hal-hazırda sürürük, çox gözəldir. Əsas üstünlüklərindən biri o idi ki, maşın həm salonu, həm bagajı çox geniş maşın idi. Yəni uzaq səfərlər üçün optimal bir variant idi sedan olaraq. Sözsüz ki, yolsuzluğa deyil, sırf sedan olaraq çox gözəl performans göstərir uzaq səfərlərdə. Uzaq yol gedəndə sərfiyyatı hardasa 5 litr yarım 6 litr həcmində benzin sərfiyyatı var. Zavodun təklif elədiyi 95 aktanla benzindir. Lakin 92 aktanla da idarə eləmək olur, heç bir aşıbqa vermir. 95 ilə sürürük hal-hazırda, çox rahatdır. Texniki servisini rəsmi dillərdə, rəsmi servisdə eləyirik. Hal-hazırda elə bir texniki cəhətdən heç bir problemimiz olmamışdı. Bir dəfə sidenin memorisinin beyni yanmışdı, onu da servis qaranti olaraq gətirdi. Yəni hardasa bir həftə 10 gün içində üstünə quraşdırıldı. Bir dəfə də yüngül qəza keçirmişdik, onda da bir həftə ərzində maşını tam təmir edib verdilər, sağ olsunlar. Yəni servis olaraq heç bir problem yaşamamışıq indiyəcən. Məncə Superb haqqında yetərincə danışdıq. Gedək bir komiki də nəzərdən keçirdik, baxaq komiki də sürək. 1.6 sadə atmosfer motor olmağına baxmayaraq 6 pilləli sürətlər qutusu ilə təchiz olunub. Ona görə də şəhərdə çox ekonomdur. Əslində mən gözləmirdim ki, 1.6 motor avtomat karotka ilə bu belə sərfiyyat göstərər. Şəhərdə hardasa 7 litr yarım sərfiyyat göstərir. Avtobanlarda isə artıq sərfiyyat düşür 4 litr yarım 5 litrə. Bu əslində çox gözəl göstəricidir. Mən özüm dinamik idarə edirəm maşını. Yəni mənim idarə etməyimlə bu sərfiyyat çox gözəl bir göstəricidir. Avtomobilin klirensi yüksəkdir və ya qeyd elədiyim kimi. Salon qıraqdan avtomobil çox yığcam görsənsə də salon çox genişdir. 5 nəfər rahat oturub gedə bilər harasa. Yumşaqlığı şəhərdə çox yumşaq avtomobildir. Yəni heç bir atıb tutması yoxdur. Qalan bütün təchizatlar full versiya olduğuna görə hər şey var. Cruise kontrolü, sonra başqa təchizatları hər bir şey yerindədir. Mən əslində Şkoda modelini almamışdan qabaq çox araşdırdım və doğrudan da keyfiyyət olaraq avtomobil özünü digər ölkələrdə çox gözəl göstərmişdi. Mən də məsləhət görərdim ki, Şkoda Azərbaycanda daha da genişlənsin, alıcılarımız alsınlar. Çünki həm servis baxımından, həm ehtiyat hissələrinin ucuzluğu baxımından, yəni normal ehtiyat hissələri həm hər yanda tapılır. Bütün Volkswagen, Şkoda dükanlarında ehtiyat hissələrini tapmaq olur. Servisi çox yüksək səviyyədədir. Qiymətləri də məncə bugünkü bazara baxanda çox gözəldir. Yəni özünə bu günləri şəhərdə istifadə eləməyə, həm dözümlü, həm komfortlu avtomobil almaq istəyən varsa, məncə Şkoda ən gözəl seçimlərdən biri ola bilər.